Bezin dəyişdirilməsi intim gigiyena ilə bağlı olduğu üçün lazım olan hər şey əvvəlcədən hazırlanmalıdır və edəcəyimiz hərəkətlər mütləq səsli icra edilməlidir. Ən vacibi təhlükəsizlikdir. Çarpayı hərəkətsiz vəziyyətə gətirilməlidir. Çarpayının hündürlüyü budunuzun orta səviyyəsində olmalıdır. Əgər varsa, siz tərəfdəki tutacaqlar aşağı salınmalıdır. Başlamazdan əvvəl əlcək taxılır. Xəstənin üzərində olan örtük ehtiyatla qatlanıb kənara qoyulur. Daha sonra hopdurucu örtük götürülür. Örtüklər müxtəlif ölçüdə olur. Yaxşı olar ki, böyük ölçüdən istifadə olunsun. Hopdurucu örtük əlimizdə yarıya qədər yığılır və xəstənin yan tərəfinə qoyulur. Belə etdikdə örtüyü xəstənin altına salmaq daha asan olur. Əvvəlcə başını özümüzdən əks tərəfə çeviririk. Xəstənin çevirəcəyimiz tərəfdəki qolu bədənin yan tərəfinə, o biri qolu isə sinəsinə qoyulur. Özümüz tərəfdəki ayaq dizdən qatlanılır. Ehtiyatla çiyin və yanından təkan verərək xəstə çevrilir. Xəstənin rahat olub-olmadığı soruşulur, mümkün olduqda çarpayının bordundan əli ilə tutmağı xahiş edilir. Hopdurucu örtüyü rahat düzəltmək üçün onu xəstənin altına salırıq. Xəstə arxası üstə çevrilir. Əli və ayağı düz vəziyyətə gətirilir. Hopdurucu örtük asanlıqla düzəldilir. Daha sonra istifadə olunmuş bezin əvvəl yuxarı, sonra aşağı yapışqanı açılır. Bezin ön hissəsi yuxarıdan aşağıya, iç tərəfə doğru səliqə ilə bükülür. Əgər xəstə hərəkət edə bilirsə, ayaqları dizdən bükməyi xahiş edirik. Hərəkət edə bilmirsə, özümüz ona kömək edirik. Yuyunmaq lazımdırsa, əvvəlcədən su hazırlanır. Ehtiyac yoxdursa, nəm salfetdən istifadə olunur. Nəm salfet ovucun içinə alınır, öndən arxaya doğru aralıq hissə silinir. Bezi rahat çıxartmaq üçün özümüzdən uzaqda olan yapışqan kənarlar bədənin alt hissəsinə salınır. Xəstəni yenidən çevirmək üçün sizdən uzaq olan ayaq əvvəlki düz vəziyyətə gətirilir, həmin tərəfdəki qol bədənin yanına, o biri qolu isə sinəyə qoyulur. Xəstənin başı hərəkət istiqaməti tərəfə döndərilərək ehtiyatla çevrilir. Bez asanlıqla götürülür, zibil qutusuna atılır. Ehtiyac olarsa anal nahiyənin təmizliyi edilir. Dərinin havalandırılması üçün xəstə belə vəziyyətdə bir müddət qala bilər. Dəriyə xüsusi krem vurulur və yeni bez götürülür. Bez mütləq xəstənin ölçüsünə uyğun olmalıdır, əks halda sızdıracaq. Bez açılır, uducu hissənin aktivləşməsi üçün o dəsmal kimi sıxılır. Fikir versəniz, bezin ortasında sarı rəngli indikator xətti olur. Həmin xətt onurğa sütununun üzərinə, yəni bədənin tam ortasına düşməlidir. Yapışqanlar olan hissə bel tərəfdə olmalıdır. Bez səliqəli şəkildə yerləşdirilir. Bir tərəfi bədənin altına salınır. Ön tərəfdə olacaq hissəsi ayaqların arasına qoyulur. Xəstə çevrilir. Ayaqlar dizdən qatlanılır və biraz aralanır. Bədənin altına salınan hissə düzəldilir. Daha sonra bezin ön tərəfi bir cib formasında bükülür və yuxarı qaldırılır.
Əvvəlcə aşağı yapışqan yapışdırılır. Ayaqlar uzadılır. İndi isə yuxarı yapışqanları yapışdırırıq. Hopdurucu örtüyü götürmək üçün örtüyün sizdən uzaq olan tərəfi bədənin altına salınır. Xəstənin özümüzdən uzaqda olan əli bədənin yan tərəfinə, digər əli isə sinəsinə qoyulur. Siz tərəfdəki ayaq dizdən qatlanılır. Ehtiyatla çiyin və yanından təkan verərək xəstə çevrilir. Örtük asanlıqla çıxarılıb zibil qutusuna atılır. Bez arxadan yoxlanılır və xəstə əvvəlki vəziyyətinə çevrilir. Xəstənin üzəri örtülür və funksional çarpayıdırsa endirilmiş tutacaq qaldırılır.